Salam uşaqlar. Uşaqlar, yenə dərsimizə davam edirik. Deməli, bugünkü dərsimiz 14-cü dərs, yəni Azərbaycanın intibah mədəniyyəti olacaq. Yəni 11-ci əsrin ortaları, 12-ci əsrdə Azərbaycan mədəniyyəti haqqında danışılacaq bu dərsdə. Bax uşaqlar, biz sizə bundan əvvəlki dərsdə də mədəniyyət dərsində izah vermişdim. Yadınızdadırsa o Kitab-ı Dədə Qorqud dastanı olan dərsimiz idi. Orada da abidələrimizdən, xüsusən Kitab-ı Dədə Qorqud haqqında ətraflı məlumatlar var. Bu dərsdə də yenə də şairlərimiz, yazıçılarımız və ümumiyyətlə Azərbaycanın 11-ci əsr, bir də 12-ci əsr ərzində Azərbaycan tarixində, mədəniyyətində, incəsənətində, musiqidə, yazıçılıqda baş verən hadisələrdən bəhs edir. Bax, dərsə giriş olaraq burada yazılıb, uşaqlar. Yazıb ki, xatırlayırsınızsa 2012-ci ilin may ayında, yəni belə bir başlıq var. Burada uşaqlar nədən bəhs edir? Yəni 2012-ci il Azərbaycan tarixində bir ilklərdən biri olmuşdu. Yəni o vaxta qədər görünməmiş bir hadisə idi. Azərbaycanda, Bakıda Avroviziya musiqi yarışmasının Azərbaycanda keçirilməsi baş verdi 2012-ci il. Çünki 2011-də uşaqlar Azərbaycan o yarışda qalib gəlmişdi və o yarışın belə bir qanunu var ki, hansı ölkə qalib gəlirsə, bir il sonra həmin ölkənin paytaxtında o yarış keçirilir. 2011-də biz qalib gəlmişik Avroviziyada və 2012-də o Bakıda keçirilmişdi və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox yüksək səviyyədə təşkil olunmuş, çox gözəl bütün ölkəmizə gələn qonaqlar qarşılanmış və musiqimizin sayəsində respublikamız biraz daha tanınıb, inkişaf etmişdi. İndi isə qayıdaq 11-ci, 12-ci əsr Azərbaycan tarixində baş verənlərə. Baxın, burada deyir ki, Ərəb xilafətinin tərkibinə daxil olan xalqların mədəniyyətinin qarşılıqlı təsiri nəticəsində yaranmış müsəlman intibahı Azərbaycanla sıx bağlı olmuşdu. Bax, bu nədir? Məsələn, ərəblər Azərbaycanı və qonşu əraziləri işğal etdikdən sonra burada idarə etdikləri ölkələrdə yayılan mədəniyyət demək olar ki, bütün ölkələrdə aldıqları bütün ərazidə eyni mədəniyyət yayılıb. Xüsusən də memarlıqda məscidlərin inşası buna ən böyük nümunədir. Yəni Azərbaycanda inşa edilən məscid qonşu məsələn Özbəkistanda da eyni məscidlər tikilir və yaxud da bir başqa ölkə, ərazi, yəni ələ keçirilən yerlərdə ərəblər haranı işğal edirsə orada eyni tikintilər, eyni məscidlər. Yəni bu məsələn deyirəm məscidi. Ümumiyyətlə yadınıza qalsın ki, 11-12-ci əsr Azərbaycan mədəniyyətində belə deyək də yüksəliş, inkişaf dövrü olmuşdu. Artıq insanlar bir növ oyanış dövrünü yaşayırdılar. Deməli, baxın, burada nə deyir? İqtisadiyyatımız, əkinçilik, maldarlıq inkişaf etmiş, sənətkarlıq inkişaf etmişdi. Xüsusən böyük şəhərlərimizdə sənətkarlıq, ticarət inkişaf etmişdi. Şəhərlərimizdən bax, Gəncəni, Şamaxını, Təbrizi, Ərdəbili, Naxçıvanı, Dərbəndi, belə Şərqin ən böyük ticarət mərkəzi, sənətkarlıq mərkəzi kimi göstərmək olar. Sonra həmin dövrdə 11-12-ci əsrdə təhsil və elmin inkişafından bəhs edəcək. Deməli, təhsilin, elmin inkişafında məktəblərin, yeni tipli məktəblərin rolunu göstərmək olar. Yəni, bildiyimiz kimi həmin dövrlərdə uşaqlar yalnız belə deyək, məscidlərdə gedib dərslərə otururdular. Məscidlərdə dərslər keçirirdilər. Bir də mədrəsələr var idi. İndiki universitetləri əvəz edilmədi. Orada nə öyrədilir? Qurani Kərimi oxumaq öyrədilir, şəriət məsələləri öyrədilir. Yəni, dini biliklər verilirdi. Amma 11-12-ci əsrdən sonra dini biliklərlə yanaşı, həm şəriətlə yanaşı, həm də elmi, dünyavi biliklər də öyrədilir. Məsələn, fars dili, ərəb dili öyrədilir, riyaziyyat öyrədilir, məntiq öyrədilirdi. Yəni, 11-12-ci əsrlərdə artıq dindən əlavə bir şey də uşaqlara öyrədirdilər. 11-ci əsr Azərbaycan mədəniyyətinin nümayəndələrindən biri Xətib Təbrizi olmuşdu. Xətib Təbrizi yazıçımız, şairimiz intibah dövründə.
O ilk deyir ali məktəb olan Bağdaddakı Nizamiye mədrəsəsində 40 ildən çox dərs keçib. Təsəvvür edin. Xətib Təbrizi o dövrün universiteti sayılan Bağdad şəhərindəki Nizamiye Universitetində, yəni mədrəsəsində 40 il dərs keçib. O həm fəlsəfə, həm məntiq, həm dil ədəbiyyatı, yəni fars dili, ərəb dili, bax bu sahələrə toxunan biliklərə malik bir insan olmuşdu. Sonra Bəhmənyar İbn Mərzbanın adını çəkə bilərik. Bəhmənyar məşhur Azərbaycan yəni filosofudur. Onu İbn Sinanın tələbəsi olmuşdu. İbn Sina bilirsiniz ki, tibb elminə böyük töhfə vermiş Azərbaycanlıdır. Sonra bax 12-ci əsrdə biz kimin adını çəkə bilərik? Deyir 30 il astronomiya elminə töhfələr vermiş Fazil Fəridəddin Şirvani həmçinin 12-ci əsrdə yaşayıb yaratmışdı. Sonra biz danışacağıq ədəbiyyat xadimlərindən. Qətran Təbrizi, Azərbaycan görkəmli şairi adından göründüyü kimi Təbrizdə yaşayıb yaratmışdı. Sonra böyük şairimiz Əfzələddin Xaqani Şirvani 12-ci əsr ədəbiyyatımıza böyük töhfə verib. O ilk poemanı yazmışdı. Xaqani Şirvani, yəni Şirvandan olub Şamaxlı olmuşdu. O ilk poemanı yazmışdı, bizim ədəbiyyatımıza belə ilk yazılan şair kimi düşmüşdü. Sonra Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi rübailərin müəllifidir, o məşhur rübailər yazıb, yəni şeir nümunəsidir. Və nəhayət ki, ən məşhur yazıcımız, şairimiz və bugünkü gündə də dünyayı Azərbaycanı tanıdan Nizami Gəncəvimiz 12-ci əsrin ərzində və 13-cü əsrin əvvəlində yaşayıb yaratmışdı. Yəni 1141-ci anadan olub 12-ci əsrdə və 1209-da vəfat etmişdi. O 5 poema yazıb. 5 poeması Xəmsə adı ilə, yəni beşli adı ilə bütün şərq dünyasına yayılıb, yadınızda qalsın. Bütün şərq dünyasına, şərq elm xadimləri arasında onun bu 5 poeması məşhur olmuşdu. Və bugün də Nizami Gəncəvi o əsrarəngiz gözəl yazıları ilə dünya belə deyək şairlərinə bir növ qabaq göstərir. Belə deyək də, yəni inkişaf etməkdə olan bir dövrü 12-ci əsrdə yaşamağına baxmayaraq, yəni bugünkü dövrü əhatə edən məsələlərə toxunmuşdu. Yəni bu uzaq görənliyinin bir göstəricisi idi. Sonra memarlıq abidələri 12-ci əsr memarlıq, yəni intibah dövrünün memarlıq abidələri. İlk olaraq şəhər salma, şəhərlərin inkişafı, ictimai binalar, bunlar haqqında bilək ki, yəni dövrümüzdən çox səsləşirdi. Yəni bir növ indiki dövrlə uyğunluq təşkil edirdi. Memarlıq abidələrindən Bakıda tikilmiş, Bakıda indiyə də qorunub saxlanılan Sınıq Qala məscidini göstərmək olar. Bax, Sınıq Qala məscidi haqqında gözəl bir mənbə verilib, yəni mənbədə məlumatlar var. Deyir, ərəb mənbələrinə görə Azərbaycanın bütün böyük şəhərlərində əzəmətli və gözəl məscidlər inşa edilmişdir. Bunlardan bizə gəlib çatan Bakıdakı Sınıq Qala məscididir. Sınıq Qala məscidi 1078-79-cu illərdə şəhər rəisi Məhəmmədin əmri ilə inşa edilmiş. Bu məscid klassik memarlıq nümunəsi kimi tarixdə iz qoyan Ərdəbildəki Cümə məscidini göstərmək olar. Yəni bu məscidlə bir növ eynidir. Eyniliyi təşkil edir. Yəni klassik feodalizm dövründə həm Ərdəbildəki məscidi, həm də Bakıdakı Sınıq Qalanı göstərmək olar. Sonra 12-ci əsrdə Qız Qalası, ən məşhur bizim belə deyək, Azərbaycanın rəmzi, memarlığımızın rəmzi Qız Qalasını göstərmək olar. Qız Qalası 12-ci əsrdə Məsud Davudoğlu tərəfindən inşa edilmişdi. Bu abidə deyir, dünyada tayı bərabəri olmayan memarlıq nümunəsidir. Sonra Şamaxda Gülüstan qalası, yadınızdan çıxmasın, Şamaxda Gülüstan qalası 12-ci əsr, Ağsu çayı sahilindəki Boğurt qalası, Bakıdakı Mərdəkan qalaları günümüzə qədər qorunub saxlanılan qalalardır. Deməli, 12-ci əsrə aid, yenə deyirik, Bakıda Qız qalası, Sınıq Qala məscidi, sonra Ərdəbildəki Cümə məscidi, sonra Boğurt qalası, Mərdəkan qalası,
Burd qalası Ağsu çay sahilində, yəni Şirvandadır, Şamaxdadır. Yenə Şamaxda Gülüstan qalası. Bunları göstərmək olar. Bundan başqa intibah dövründə ən belə deyək tanınmış bizim dünyaca məşhur olan və bu gün də qorunub saxlanılan, onun əsərləri qorunub saxlanılır. Bu bizim memarımız Əcəmi Əbubəkiroğlu Naxçıvanidir ki, memar Əcəmi kimi tarixə düşmüş şəxsdir. Onun Naxçıvanda yaşayıb yaratması, Atabəylər dövlətinin sarayında işləməsi hamımıza məlumdur. Deməli, Memar Əbubəkiroğlu Əcəminin inşa etdirdiyi Yusif İbn Küseyir türbəsi Naxçıvanda qorunub saxlanılır. Bundan başqa Möminə Xatun türbəsi bu gün də qorunub saxlanılır. Möminə Xatun türbəsi bu da çox böyük, əzəmətli, gözəl binalarımızdan, abidələrimizdəndir. Memar Əcəminin Naxçıvanda bundan başqa, deməli yenə deyirik, Yusif İbn Küseyir, Möminə Xatun, bundan başqa Cümə məscidi, Darülmülk, yəni saray, hökmdarların sarayı, Cümə məscidi bunlar inşa edilmişdir. Deyir, mühəndislər şeyxi adını almışdı. Yəni Memar Əcəmi o qədər gözəl inşalar etdirim, yəni binalar inşa etmişik, ona mühəndislər şeyxi adını vermişlər. Deyir, 12-ci əsrin sonlarında Naxçıvan Memarlıq Məktəbinin nümunələri olmuşdu. Onlardan Marağadakı Göy Günbəzi, Urmiyada Üç Günbəz məscidlərini göstərmək olar. Yəni Naxçıvan memarlığı üslubunda inşa edilmişdi. Yadımızdan çıxartmırıq. Yenə deyirik, Naxçıvanda yaşayıb yaradan Azərbaycanın görkəmli şəxsiyyəti, memarı kim olmuşdu? Əcəmi Əbubəkiroğlu Naxçıvani. Memar Əcəmi kimi tanınır. Deməli, nə inşa etdirib? Möminə Xatun türbəsi, Yusif İbn Küseyir, Cümə məscidi, Darülmülk, yəni saray, Eldənizlər sarayı, Qoşa minarə. Bunları yadımızdan çıxartmırıq. Naxçıvan Memarlıq Məktəbinin başqa nümunələri Marağada, Urmiyada inşa edilmişdir. Bunları göstərmək olar. Yaxşı uşaqlar, gəlir suallar yerinə baxırıq, bir dənə sual cavablara da baxaq. Deməli, intibah mədəniyyətimizin görkəmli xadimləri adlı təqdimat hazırlayırsınız. Sonra dövrün görkəmli mütəfəkkirlərinin fəaliyyətlərini özündə əks etdirən cədvəl. Bunlar yəni sizin evə götürəcəklərinizdir. Bir dənə suallara baxaq. Suallar. Görək nə var suallarda. Deyir, intibah mədəniyyəti nə üçün Türk-İslam mədəniyyətinin tərkib hissəsi hesab edir? İntibah mədəniyyəti ona görə ki, Türk-İslam mədəniyyətinin tərkib. Çünki belə deyək də, dərsin əvvəlində nə dedik? İslam dini yayıldığından sonra bütün ərəblərin ələ keçirdikləri ərazilərdə eyni mədəniyyət nümunələri, xüsusən də memarlıqda, məsələn, məscidlərin inşası gözə çarpır. O deməkdir ki, sonradan da türklərlə qarnayıb qarışma baş verindən sonra İslam və türk mədəniyyəti ortaya çıxmışdı. Müsəlman intibahı, bir növ belə deyək. Bax, o intibah bu bizim belə deyək, həm türk xalqı, həm də müsəlman. Bunların birləşməsindən bir növ yaranan gözəl-gözəl həm şair, yazıçılar, onların əsərləri, həm də memarlıq abidələri, yəni türk-müsəlman mədəniyyətinin ən böyük nümunələridir. Sonra nə deyəcək? Yəni, bax, burada esselərdir, tapşırıqlardır. Onları yerinə yetirərsiniz və sual-cavablarda fəal iştirak etməyiniz sizdən xahiş olunur. Yaxşı uşaqlar, sağ olun. İnşallah ki, dərsi yaxşı anlayır.